İmam Rıza əleyhissalam ağıllı adamlardan danışır. Deyir, ağıllı adamın 10 əlaməti var. 9'un sayır, ağıllı adamın 10 əlaməti var. 9'un sayır, onda dayanır. Deyir, əl-aşirə və məl-aşirə. Bu nə deməkdir? Deyir, 10-cu, nə bilirsən nədir 10-cu? Yəni ki, diqqət elə, 10-cu xüsusidir. Yəni, deyim nədir 10-cu? Və belə bir şey. 10-cu nədir? Deyir, gördüyü hər adamı özündən üstün sayar. Hər adamı, küçəyə çıxırsan, gördüyün hər adam deyir, bu məndən üstündür Allahın yanında. Necə yəni üstündür? Mən məscidə gedirəm, namaz qılıram, oruç tuturam. O içir, gəzir, gündə sərxoşdur, gedir orada. Nə istəyir, eləyir. Necə yəni o məndən üstündür? İmam Rıza yolunu deyir. Deyir ki, fikirləş ki, onun eybi aşkardır, səninki bəlkə gizlidir. Bəlkə sən meçidin arxasında, namazın arxasında gizli eyblər gizlətmirsən ki, heç onda yoxdur. Necə şeytan səcdənin arxasında 6000 il təkəbbürü gizlədə bildi, sən nə bilirsən ki, sən nələri gizlətmirsən? Xoş halına ki, eybi üzdədir onun. Xoş halına ki, görünən də onun eybi. Sən indi 2 rükət namaz qıldın, 10 gün getdin, sinə vurdun və salamda küçəyə çıxdın, içki içənə də baxanda deyilən eybi aşkardır, mənimkilər gizlindir. Mənim eyvlərim, ola bilər üzdə mən səcdənin arxasında, məscidin arxasında elə çirkin şeylər gizlətmişəm ki, sonda o yoxdur. Tuba limən şəğələhu eybuhu an uyubin nas. Bu musiqi kimidir, elə bil, bu şeir kimidir. Bunu təkrar eləyə bilərsiniz. Xoş o kəsin alına ki, öz eybi ilə məşğul olmaq onu başqalarının eybindən saxlayır. İnanclı camiyə, dindar camiyə odur ki, günahkar özünü onların yanında narahat hiss eləməsin. Rahat olsun. Necə yəni? Cəmaat rahat günah eləsin, bizim vezimiz olmasın. Yox, valla onu demirəm. Bəs əmr bi məruf, nəhyəz münkər cəmaatı yaxşı işə dəvət eləmək, pis işdən çəkindirmək. Mən onu demirəm, onu eləmə. Məsələn, biri qırmızı işıqda keçir, deyə bilərsən ki, deyəsən görmədin, qırmızı yanırdı. Yəni, deyəsən diqqət eləmədin. Bir də var, deyəsən üzr istəyirəm, dönə-dönə, üzr istəyirəm. Körsən, görmürsən, bu ikisi də insana yol göstərməkdir. Amma birində mən onu mühakimə eləmirəm. Deyirəm, inşallah ki, görmədi. Amma deyirəm də ki, qırmızı idi, deyəsən, ikincidə mühakimə eləyib yol göstərirəm. Peyğəmbər və imamlar, bax, birinci yolu tuturdu. Peyğəmbər və imamlarımızın həyatını biz oxuyub cəmaata tanıtdırmamışıq. Biz elə bilmişik, Peyğəmbər, imamlar gəlir cəmaatın baş üstündə durub namaz qıldırır onlara, günahdan belə. Yox, belə deyildilər. Hamının əməllərini xeyrə yozurdular. Adam gəlirdi, dili ilə deyirdi ki, Həzrət Əliyə, Həzrət Əli əleyhissalama, deyirdi, mənə cəza ver, mən, məsələn, filan günah eləmişəm də, adını çəkməyim. Məsələn, neçə dənə var belə. Həzrət Əli deyirdi ki, yəqin ki, səhv eləyirsən, sən eləməmsən. Dili ilə deyir bu adam. 4 dəfə adam günahını etiraf eləsə, gərək məcbursan ona cəza verməyə. Həzrət Əli hey yozurdu ki, bu deməsin, axırda əsəbləşir, daxil, niyə deyirsən, get tövbələ Allah bağışlasın, niyə özü və cəza tələb eləyirsən? Dili ilə deyirdi, bu deyirdi, yox, yəqin ki, bilməmsən, yəqin diqqətsiz eləmsən, yəqin səhv eləyirsən. Bax, biz bu belə kişilərin ardıcılı olmaq iddiasındayıq. İçki əlində gəlirdi bir adam, gördüm, Peyğəmbəri şərab aparırdım. Vay dedim, ay Allah, nə olacaq? Deyir, Allahı çağırdım, Allah möcüzə elədi, deyir. Deyir, əlimdəki nədir? Dedim ki, süddümü dedim, baldımı dedim, yadımdan çıxıb. Qorxumdan da utandım. Dedi, ver ondan bir baxım. Götürdü, gördüm ki, Allah ki, Quranda deyir, pisliyi yaxşılığa çevirərəm, Quranda ayə var. Deyir, Allah mənim abrımı bu şəkildə qorudu. Deyir, gördüm, elə doğrudan da çevrildi bu, dəyişib. Bir nəfər də içkili vəziyyətdə idim, imamı gördüm, yolumu dəyişdim. İmam gəldi, haqq getdim, gəldi mənə dedi ki, nə halda da olsunuz, bizdən qaçmayın. Nə olursunuzsa olun, bizdən qaçmayın. Bizə tərəf gəlin, eyb yoxdur. Bir dəfə deyib, birini yerdən götürüb, o sərxoş adamlar onları uzanıb yatar küçədə. Beləsin biri uzanıb, hansı imam idi yadımdan çıxıb, yaşlaşıram, yaddaşım da zəifləyir. Bilirdim hansı imamdır, fərqi nədir? Hamısı bir nurdur. Deyir, görürlər, götürür onu yerdən qaldırır aparmağa, imam.
Deyirlər ki, sən bu sərxoş adamı falan, deyir ki, bizi sevən adamlar qiymətli bir daş kimidir. Düzdür, yerə düşüb, toza batıb. Amma tozunu təmizləmək lazımdır. O demək pis adamdır. Cövhəri təmizdir. Nəsə səhv eləyib, xəta eləyib. Bu din bizə deyir ki, bir adamın bir səhv işini gördün, 70 yaxşı yerə yoz. Denən ki, inşallah belə deyil. İnşallah 70 yerə yoz. Sonra deyir, yenə də üzür tapa bilməsən ona özvü qına. Bu din belə deyir. Biz isə birincidən eləmədiyi şey adamlara yapışdırırıq və deyirik, biz dindarıq. 70 yaxşı yerə yoz. Gözünlə görə deyilən, yox, inşallah elə deyildi. 70 yerə yoz. Bəs mənim adım onda sadəlöf qoyacaqlar. Qoy qoysunlar da, sadəlöf desinlər. Nə olacaq ki sənə? Peyğəmbərə deyirdilər, uzun bilirsiniz nədir ərəb dilində? Qulaq. Qulaq bilirsiniz kimə deyirlər? O adama deyirlər ki, sadəlöf, hər sözə inanan adama qulaq deyirlər. Quranda ayədir ya bu. Nəuzubillah, estağfurullah, Peyğəmbərə uzun deyirlər, qulaq. Quranda deyir ki, onun elə olmağı sizin üçün daha xeyirlidir. Elə bir də Peyğəmbər o qədər görməməzliyə vururdu, avam kimi görürdülər onu. Cürət tapırdılar. Biz belə bir Peyğəmbərin ümmətiyik. Onun kimi olsaq, nə gözəl olar. Nə gözəl ictimai fəza yaranar. Mənə sadəlöf deyəcəklər, bunun başı çıxını qoy desinlər. Bəs cürət tapar axı cəmaat. Yox, cəmaatın çoxu belə olsa, onda heç kəs cürət tapmaz. Cəmaatın çoxu belə olsa. Onda pislər də düzələr, lap pislər olsa, pislər isə, onlar məcbur olar, ya oranı tərk eləyər, ya onlarla başqa cür davranırlar, lap pislər. Onlar ki, özü pisliyi cəmaatda xarab eləsin, o başqa. Amma Peyğəmbər və bir-iki nəfər belə olsa, onda cəmaat cürət tapar, Peyğəmbərin qızının evinə hücum eləyər. Onda cəmaat cürət tapar. Amma neynir, Peyğəmbər dözər. Yenə də deyər ki, bu cəmaatla mehriban davranmaq lazımdır. Ona görə istəyirik ki, bir dəstəmiz belə olsun, axırıncı məclisimizdə. Bəlkə də buradan başlayaq, burada oturanlardan. Qismət bizimdir. Gəlin sabahdan başlayaq özümüzdən məşğul olmağa və cəmaata ürəyi yandırmağa. Gəlin bu paçlığı özümüzdən başlayaq. Dəstə-dəstə bölünək özümüz, 5 nəfər, 10 nəfər bir mənəvi bir şeylər yaradaq. Özümüzlə məşğul olaq, oturaq, hansısa bir mənəvi şeylərə vaxt ayıraq. Başlayaq bundan, özümüzlə məşğul olaq. Görürsən, bəlkə bir dəstə ilə, bu məscid qədər adam düzəlsə, dünya düzələr bəlkə də. Dünyanın düzəlməyi ilə çətin şey deyil. Heç kəs, hamı deyir, ki, bu düzələn deyil. Yox, düzəlmək sənlə mənlə başlanır. Nə qədər artır, belə də düzəlir. Dünyanın düzəlməyi bizim təsəvvür elədiyimiz qədər çətin deyil. Şeytan bizə deyir, çətindir deyə, biz əlimiz, ayağımız soyuyur, deyir, ki, mən düzəldəcəm dünyanı. Bəli, sən düzəldəcəksən. Özünü düzəltməklə. Gəlin özümüzdən başlayaq. Öz eyblərimizlə məşğullaq, insanlara mehriban olaq, günahkarlara da, hətta sərt söz deyəndə də görsün, sevirsən deyirsən. Onda nuş eləyəcək. Onu da qəbul eləyəcək. Bir nəfər Peyğəmbərdən xəbər aparırdı. Casus idi də, casus. Casusluq eləyirdi. Allah xəbər verdi ki, filan kəs sənin xəbəri düşmənə aparır. Peyğəmbər gəldi ona dedi ki, sən bizim xəbərləri düşmənə aparırsan. Dedi, yox. Dedi, hə, yaxşı. Eləmə də da, əgər yaparsansa eləmə. Allah deyib ona. O da deyir, yox, qıpqırmızı deyir, yox. Peyğəmbər deyir ki, yaxşıdır, nə deyim? Deyirsən, yox. Amma biraz diqqətli ol. Sonra getdi öz adamların içində, dedi ki, mənə belə dedi Peyğəmbər. Mən də ona belə cavab verdim, inandı mənə, elə bir Peyğəmbər sadəli. Allah deyir ona, inandı mənə, onda deyir, dedi ki, Peyğəmbərə dedi ki, o nəuzubillah, qulaqdır da, yəni sadəlöf adamdır. Ondan sonra dedilər ona ki, indi nə edəcəksin? Yenə də gəlib xəbər çatdıracam sizə. Bəs birdən yenə desə, yenə deyəcəm, eləmirəm. Deyir, sonunda da Peyğəmbərin işi alınmaz da, ona görə alınmaz da. Ona görə də qərib oldu da, bəli. Bəs yolu nədir? Onda Peyğəmbərlərin işi alınmamalıdır, yox. Yolu budur ki, tək Peyğəmbər belə olmasın.
ətrafında çox belə adam olsaydı, çox pislər istər-istəməz bu fəzada özünü görəndə ki, çox ağayana davranırsan, alicənab davranırsan. İnanın ki, insanların çoxu o diqqəti görsə, o alicənablığı görsə düzələr. İnsanlar xəstə deyil. Və bir dəstə ki, düzəlməz, onlar başlayar qılınc çəkməyə, mübarizə aparmağa, onlarla başqa cür davranmaq olar. Amma insanların əksəriyyəti belə deyil.